Şəmkir rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. Teleqrafın əldə etdiyi xəbərə görə hadisə 20 dekabr 2024-cü ildə Şəmkir rayonunun kəndlərindən birində baş verib. Kənd sakini 1972-ci il təvəllüdlü Əhməd yaşadığı evin mətbəxində arvadı Mədinə ilə hamamı hazırlamadıqdan sonra çimməməsinə görə qadının deyinməsi, eləcə də onunla kobud danışması səbəbilə mübahisə edib. Mübahisə zamanı əsəbləşən Əhməd stolun üzərindən götürdüyü mətbəx bıçağı ilə həyat yoldaşının qarın nahiyəsinə bir zərbə vurub. İstintaq orqanı tərəfindən təqsirlənən şəxsin barəsində Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə ifadə verən müttəhim özünü təqsirli bilib. O ifadəsində göstərib ki, hadisə həyat yoldaşı ilə aralarında olan münaqişə zəminində baş verib. Hadisə zamanı biraz içkili idim. Həyat yoldaşım məndən hamama getməyimi istədi. Mən də əsəbi olduğum üçün hadisə baş verdi deyə o ifadəsində göstərib. Təqsirlənən şəxs bildirib ki, 26 ildir evlidirlər, əvvəllər mübahisələri olmayıb. Həmçinin qeyd edib ki, bıçağı mətbəxdən götürüb. O, zərərçəkmiş şəxslə barışdığını, törətdiyi əməldən peşman olduğunu deyib. Həyat yoldaşını bilmədən səbəbsiz vurduğunu söyləyib. Zərərçəkmiş Mədinənin sözlərinə görə təqsirlənən şəxs olan əri axşamdan ona hamam hazırlamağı tapşırıb, çiməcəyini deyib. Amma evə gec gəldim. Mən onun çimməsi üçün təklif etdim. Mübahisəmiz yaranıb. Hadisəni necə baş verdiyini bilmədim deyə o ifadəsində göstərib. Mədinə bildirib ki, hadisə zamanı həyat yoldaşı əsəbi olub və onun üzərinə çox gedib. Həmçinin qeyd edib ki, əvvəllər davaları olmayıb. Həyat yoldaşım əvvəllər mənə şiddət göstərməyib. Hadisə günü də məni vurduqdan sonra peşman olub deyə zərərçəkmiş şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirlənən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci şərti məhkum etmə maddəsi tətbiq olunub. Ona 3 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. Bundan başqa İsmail rayonunda qardaşı arvadını təhqir edən şəxs həbs edilib. Hadisə rayonun İstisu kəndində baş verib. Kənd sakini 1972-ci il təvəllüdlü Əhməd Babayev qardaşının evinə gəlib. O qardaşının həyat yoldaşı Mədinə Məlahəti təhqir edib. Zərər çəkən bununla bağlı İsmailli rayon polis şöbəsinə müraciət edib. Müraciət əsasında polis əməkdaşları onların evinə gəlib. Həmin vaxt təqsirlənilən şəxs ucadan nalayiq ifadələr işlədib, ərazidən uzaqlaşmağa çalışıb. O qaçaraq polisin qanuni tələblərinə tabe olmayıb. Şöbədə aparılan araşdırma zamanı Babayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510 xırda xulqanlıq 535.1-ci polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanı mühafizə vəzifəsində icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmama maddələri ilə inzibati qaydada ittiham elan edilib. İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, hadisədən 2 gün öncə göbələk yığıb və qardaşını aparıb. Onun sözlərinə görə qardaşı arvadının onun barəsində dedikləri şər və böhtandır. Zərər çəkmiş şəxsin sözlərinə görə isə qaini mütəmadi olaraq ispirtli içki qəbul edib və yaşadıkları evə gələrək onu təhqir edib. İsmailli rayon məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 25 gün müddətinə inzibati qaydada həbs edilib.